Salam, hər vaxtınız xeyir olsun. Avtoidman verilişinin izləyiciləri və avtomobil həvəskarları. Bu gün mən Aqil Cəbiyev, Ford Klub servisinin nümayəndəsi olaraq sizlərə sürətlər qutularından bəhs eləmək istəyirəm. Hal-hazırda qarşımda olan sürətlər qutusunun ehtiyat hissələri robot sürətlər qutusunun ehtiyat hissələridir. İlk olaraq mən sizə qısa olaraq məlumat verim ki, sürətlər qutusu bölünür. Mexaniki sürətlər qutusu, variator sürətlər qutusu, robot sürətlər qutusu və tam avtomat sürətlər qutusu. Hal-hazırda isə qarşımda robot sürətlər qutusuna aid olan ehtiyat hissələri düzülüb. Robot sürətlər qutusu nədir? Robot sürətlər qutusu tam olaraq avtomat sürətlər qutusudur və yaxud da mexaniki sürətlər qutusu deyil. Bunların arasında olan bir sürətlər qutusudur. Bunu belə deyək, tam avtomat sürətlər qutusu adlandırmırlar, yarım avtomat sürətlər qutusu adlandırırlar. Həmən robot. Ona görə də bəziləri robot sürətlər qutusu deyil, bəziləri isə yarım avtomat sürətlər qutusu deyil. Və nədir bu? Üstünlükləri nədir? Mənfi cəhətləri nədir? Nə zaman problemlər yaranır? Nəyə diqqət etməlidir ki, sürücü bu problemlərlə qarşılaşmasın? İlk olaraq mən demək istəyirəm, mexanika sürətlər qutusunu idarə edən sürücülər, sonradan robot sürətlər qutusunu idarə edəndə onlar daha tez adaptasiya olurlar və onların idarə etməsi daha gözəl olur və daha uzun ömürlü olur. Nəyə görə? Bu məqamı sizə bildirmək istəyirəm. Çünki bunlarda nədir? Adi sürətlər qutusu kimi idarə olunur. Avtomobilin idarə etməsində heç bir fərq yoxdur. Yəni avtomat sürətlər qutusu kimi. Mexaniki sürətlər qutusuna oxşar cəhət nədir? Onu demək istəyirəm. Belə deyək, mexanika idarə edən sürücülər bilir ki, avtomobil saxladıqda neytral kimi adlandırılan sürətə atılmalıdır, yəni skorusu. Bu da robot sürətlər qutusunda da həmən prosesdir. Yəni əgər avtomobil tıxacda mı deyim, işıqforda mı deyim və yaxud da hər hansı bir yolla 10 saniyədən artıq saxlayacaqsınızsa, siz avtomatik olaraq onu neytrala keçirməlisiniz. Yəni neytral rejimə keçirməlisiniz. Çünki neytral rejimə keçirtməyəndə onların çaşka ferodosu kimi adlandırılan hissəsində problem yaranır. Yəni düzgün qulluq olunduqda bu sürətlər qutusu gözəl sürətlər qutusudur, amma düzgün qulluq olunmağından asılıdır. Yəni düzgün daha doğrusu idarə olunmasından asılıdır. Düzgün idarə olunmayanda daha tez sıradan çıxır. Hansı ki diqqət olunmalı məqam ondan ibarətdir ki, avtomobili sürəndə yerindən götürərkən aqressiv sürüşlər olmaz və yenə də dediyim kimi avtomobil 10 saniyədən artıq müəyyən bir yerdə saxladıqda neytral rejimə atılmalıdır. Sıradan çıxarkən nə əlamətləri var? Onlar haqqında danışmamışdan öncə mən sizə bir məlumat vermək istəyirəm. Ford bu sürətlər qutusundan istifadə elədi. Ford Focus, Ford Fiesta əsasən bu modellərdə. Müəyyən yürüyüş var ki, o yürüyüşdən sonra adətən bu problemlər ortaya çıxır. Siz bu yürüyüşün daha tez və yaxud da bu problemin daha tez olmasını istəmirsinizsə, qarşısını almaq istəyirsinizsə, dediyim məqamlara diqqət etirsəz, kifayət eləyər. Yəni, idarə etməklə bağlı sizə məlumat verdim ki, idarə etmə əsas rol oynayır. Yəni, siz necə ki, mexanika sürətlər qutusunu idarə edənlər bilir ki, muftadan istifadə qaydası necədir, tormozdan və yaxud da qazdan istifadə qaydası necədir. Robot sürətlər qutusunda da demək olar ki, belədir. Yəni, neytral rejimə atmaq şərtdir. Yəni, neytral rejimə atmayanda sürətlər qutusu qızır və sıradan çıxır. Əsasən bunda sıradan çıxan hissə sürətlər qutusunun özü deyil. Sürətlər qutusu haqqında özündən məlumat verim. Sürətlər qutusunun içərisində bunlarda bəzən deyirlər ki, usta yaxınlaşın, filtri dəyişin filan. Bunların içərisində filtr olmur. Bunların içərisində cəmi 2 litr, 1 litr 800, 2 litrə yaxın yağ tutur. Bu korobkaların içərisində yenə də qeyd edirəm, filtr olmur. İçərisində xüsusi sinxronizatorlar var. Həmən o detallar vaxtında yağı dəyişməyəndə sıradan çıxır. Yəni, sürətlər qutusunun içərisində o zaman problem yaranır. Əsas problem onlarda yaranır çaşka ferodo kimi adlandırılan hissəsində. Qeyd edeyim, yağı nə zamandan bir dəyişilməlidir? 0 probeg avtomobili aldıqda birinci dəfə yağ dəyişilir 80 min kilometrdən. Ondan sonra isə hər 40 min kilometrdən bir, əgər istəyirsiniz korobkanın ömrü daha uzun olsun, hər 40 min, 50 min kilometrdən bir cəmi 1 litr 800 qram 2 litr yağ tutur, böyük məbləğə də başa gəlmir. Onu dəyişməyiniz tövsiyə olunur. Bu belə. Keçək həmən o çaşka ferodo kimi adlandırılan hissə ki, hansı ki həmən hissədə nəyə görə problem yaranır və problem yarananda nələr dəyişilir və əlamət olaraq özünü necə göstərir. Müəyyən titrəmələr başlayır və həmən o titrəmələr getdikcə artır və nəticədə
həmin o sürətlər qutusunun çaşka ferodu kimi adlandırılan hissəsi tamamilə sıradan çıxır. Tamamilə sıradan çıxdıqda isə avtomobil ümumiyyətlə hərəkətə gəlmir və yaxud da arxaya hərəkət eləmir və yaxud da qabağa hərəkət eləmir, ümumiyyətlə də elə olur ki, hərəkət eləmir. Belə bir problemlərlə qarşılaşır. Yəni onun yenə də deyirəm, sıradan çıxmasının əsas səbəbi onun həddindən artıq qızmasıdır. Qızmanın da qarşısını almaq üçün sizə qeyd etdiyim ki, avtomobilin idarə olunması birinci növbədə şərtdir. Yəni bizim sürücülərimiz arasında var ki, hətta xanım sürücülərimiz də var ki, avtomobili elə səliqəli idarə edirlər ki, baxırıq ki, yürüyüşü 200 minə çatıb, amma hal-hazırda heç bir həmin o çaşka ferodu kimi adlandırılan hissəsində problem yaramıyor. Amma bəzi sürücülər var ki, 130 mində, 140 mində artıq bu problemlərlə qarşılaşıblar. Yəni burada birinci növbədə sürücünün günahıdır bu problemlərin yaranması. Ondan əlavə qeyd edim ki, əgər bu problem artıq yaranıbsa, sizə nə olmalıdır, nə dəyişilməlidir. Hal-hazırda qarşımda gördüyünüz həmin o çaşka ferodu kimi adlandırılan dəsti, o dəstlə sizə tanış eləmək istəyirəm. Qarşımda olan bu hissə həm ferodu olan hissəsidir, həm o ferodonun yerləşdiyi çaşka. Yəni ona görə buna çaşka ferodu deyilir. Əsas hissələri budur. Həmin o ferodu və çaşka hissəsi və onun vilkaları. Vilkalar da iki vilkası olur. Həmin o vilkanın işi nədir? Onu sizə izah edeyim. Burada vilkanın işi isə həmin o sürəti, keçidlərini tənzimləməkdir. Vilka yaxşı, necə olur? Sıradan çıxır. Həmin ferodo kimi adlandırılan hissə sıradan çıxdıqda, həmin o sürətlər, pillələr düzgün tənzimlənmədiyinə görə vilkanı da sıradan çıxardır. Burada bir nüans var, onu da qeyd etmək istəyirəm. Hal-hazırda önümdə göstərdiyim bu iki motorsikdir. Motorsikin işi nədir? Motorsikin işi avtomobilin hərəkət gəldikdə beyinə ötürülür siqnal ki, beyin o pillələri dəyişmək üçün, bu vilkaların işini tənzimləmək üçün beyin həmin o siqnalı ötürsün. Həmin o hal-hazırda göstərdiyim bu hissə isə beyinə göndərir həmin o siqnalı ferodon hərəkətindən sonra və beyin də tənzimləyir vilkaları, vilkalar da sürətləri dəyişmək üçün öz hərəkətini davam elətdirir. Bu gördüyünüz motorsiklərdə də problem yarananda, beyinə düzgün siqnal ötürməyəndə, beyin də düzgün siqnala, vilkalar ötürməyəndə problem yaranır. Və avtomobil, siz avtomobili düzgün idarə olunmayanda, ən çox da yay aylarında, tıxaclarda həmən bu çaşka ferodu qızır, yəni qızma yaranır, vilkaların hərəkətində problem yaranır və beyinə siqnal göndərilir ki, sürətlər qutusu həddindən artıq qızıb. Və avtomobil özü də sizə xəbərdarlıq gəlir ki, sürətlər qutusu həddindən artıq qızıb, çək bir qırağa saxla, soysun, yenidən hərəkətinə davam elə. Yəni, siz avtomobili düzgün idarə eləmədikdə, yəni neytralda saxlamadıqda, ancaq drive rejimində, D rejimində olur və həmən o beyinə də siqnal dəfələrlə gedir. Beyinə də dəfələrlə siqnal getdikdə, beyin də öz rejimini pozur və nəticədə də ən çox rast gəlinir yay aylarında həmən bu beynin sıradan çıxmağı. Beyin sıradan çıxır və bu özü də ayrıca bir məbləğə başa gəlir sizə onu dəyişmək. Açdıq, bağladıq yerinə belə bir vəziyyət deyil. Çünki orada bu hissə korobkanın sürətlər qutusunun üzərinə qoyulanda mühərriklə həmin sürətlər qutusunun üzərində balans düzgün qurulmalıdır. Əgər oradakı balansı düzgün usta qurmayanda siz yenisini əvəz edirsiniz, baxırsınız ki, yenidən titrəmələr davam edir. Dəyişiləndən sonra xüsusi kompüter adaptasiyası vacibdir. Yəni, hər bir modelin bildiyiniz kimi özünün xüsusi proqramları var. Yəni, müəyyən proqramlar var ki, ola bilər universaldır, bütün avtomobillər getsin, amma hər avtomobilin özünə məxsus özünün proqramları var. Düşünürəm ki, bu verdiyim məlumatlar sizin üçün faydalı oldu. Bu avtomobildən istifadə edənlər bu sualları çox verirdi. Ona görə də biz özümüzə borc bildik ki, bu haqda da danışaq. Təşəkkür edirik. Ünvanımız NZS qəsəbəsi, Ford Klub Servis, Xəzər TV-nin yanı.